أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إذا السماء انفطرت وإذا الكواكب انتثرت وإذا البحار فجرت وإذا القبور بعثرت علمت نفس ما قدمت وأخرت. يا أيها الإنسان ما غرك بربك الكريم الذي خلق فسواك فعدلك في أي صورة ما شاء ركبك. كلا بل تكذبون بالدين وإنك عليكم لحافظين كراما كاتبين يعلمون ما تفعلون إن الأبرار لفي نعيم وإن الفجار لفي جحيم يصلونها يوم الدين وما هم عنها بغائبين. وما أدراك ما يوم الدين ثم ما أدراك ما يوم الدين يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله. صدق الله العلي العظيم. اللهم Selamun aleyküm ve rahmetullah. Muhammed ve Ali Muhammed'e salavat zikr eləyik.
Hazreti Emir el-Mu'minin Ali ibn Abi Talib aleyhisselamın pak mütahhar ruhuna salavat zikr eləyək. Bir-birimizin salametçiliyine, ölenlerimiz ruhuna salavat zikr eləyək. Aziz alimlerimizin, ustadlarımızın selametçiliklerine, ailelerinin selametçiliyine, dünyadan köçen alimlerimizin, ustadlarımızın, müctehidlerimizin ruhlarına salavat zikr eləyək. Mən dönə-dönə üzr istəyirəm böyüklərimdən, Hacı Tehran ustadımdan. Əllərini öpərək üzr istəyirəm. Mən ikinci dəfədir ki, böyüklərimin qabağında ədəbsizlik eləyirəm. Bu, onların və sizin qonaqpərvərliyi bizdən irəli gəlir. Nəinki mən buna layiqəm. Hacı Surxay əzizimiz, Hacı Eldar, Hacı Yunus qonağam deyə hörmət edirlər. Nəinki mən danışmalıyam burada. Mən onlardan istifadə eləməliyəm, çünki mən onların tələbəsiyəm və onlardan öyrənməliyəm. Amma qonağam deyə üzümə xoş baxırlar, qonaq biraz ərköyün olur da. O babətdən əllərini öpərək təşəkkür edirəm. Çox sağ ol deyirəm. İnşallah çox vaxtınızı almaram, elə 70-80-90 dəqiqə Allahın köməkliyi ilə tez qutarar inşallah. Muhammed Ali Muhammedə salavat zikr eləyək. Bismillahirrahmanirrahim. Elhamdü ve thenâ'u lillahi rabbil âlemîn. Ve sallallahu ala seyyidina ve nebiyyina seyyidil enbiyâi ve rusul Ebil Qasimi Muhammed. Ve ala âlihil ma'sûmînel mükerremînel muntecebîn. واللعن على أعدائهم أجمعين إلى يوم الدين أما بعد رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم. Şükürler olsun Allah'ın bugününe ki bugün de bize ömür verdi. Rahmet ve bereket ayı olan mübarek Allah ayının 19. gününü de bize yaşattı. Şükürler olsun Allah'a ki verdiği bu ömürde özünü ve dostlarını bize tanıttırdı. Şükürler olsun Allah'a ki özünü ve dostlarını tanıttırandan sonra onların adını çəkməyə bize icazə verdi. Şükürler olsun Allah'a ki eyiblərimizi örtdü ve insanlar içinde yaşayabildik. Eğer Allah eləməmiş, Allah eyiblərimizi açsaydı, cəmiyyət içinde yaşayabilməzdik. Ona göre Hazreti Emir el-Mu'minin aleyhisselam buyurur ki Kumeyl duasında, tabii ki bilirsiniz o Kumeyl'de deyilən sözler ki var, Hazreti Emir ağanın bize Allah'la danışmağı öğretmesidir ve illa o şeylerin heç birini Hazreti Emir ağa eləməmişdi. Hazreti Emir'in aşkarı necə idisə xəlvəti də o cür idi. Orada ərz edir Allah'a ki İlahi la tefdahni bi xəfiyyi məttala'te aleyhi min sirri. Allahu xəlvətdə heç kimin görmədiyi yerdə elədiyim o günahlar və eyiblər ki var, la tefdahni. Onlara görə məni rüsvay eləmə, biyabır eləmə, abrıma aparma. Sən bilirsən, səndən başqa bilən yoxdur. İmam Sadiq ağa buyurur ki, hər gün yuxudan duranda bu şükürü yerinə getirin. Deyin ki, Allah, çox sağ ol.
Şükürlər olsun sənə ki, eyiblərimizi örtdün, insanlar içində yaşaya bildik. Yoxsa rüsvay olub, yaşadığımız yerlərdən didərgin düşərdik. Şükürlər olsun Allaha ki, eyiblərimizi örtdü. Şükürlər olsun Allaha ki, ruzumuzu öz əlində qərar verdi və bizi özündən başqa heç kimə möhtac eləmədi. Allah'ın verək öz Allahlığına xatir. Madaməl ömr bu neməti və bütün nemətləri ki bizə verib və verəcək, bizdən əsirgəməsin və bizə rəva görsün. Bizi verdiyi bütün nemətlərin qarşısında şükür eləyən bəndələrindən qərar versin. Həzrəti Əmir əl-Müminin əleyhissalamın ağır günləridir. Dünən Həzrətin zərbətlənən gün idi. Bugün bəşəriyyət aləminin ən çətin günlərindəndir ki, Həzrəti Əmir əl-Müminin əleyhissalam ölüm yatağındadır. Təsəvvür edirsiniz, Allah'ın yeryüzündəki nuru yavaş-yavaş qüruba doğru gedir. Yavaş-yavaş o günəş ki batıra, nuru azalır yavaş-yavaş. Allah'ın yeryüzündəki nuru yavaş-yavaş qüruba doğru gedir. O gün batıra, gedir batmağa yavaş-yavaş, dünyadan sağollaşır. Odur ki, bu gedən vaxtında bir dənə tövsiyə eləyib, məruf və məşhur. Bu şeylər həmişə olub. Hətta bəzən Allahla peyğəmbərlərin arasında da olub sual-cavablar. Buna görə ki, diyaloq yaransın, o məsələlər bizə çatsın. Məsələn, Həzrəti Musa Allaha bu sualı verdi, Həzrəti Davud Allaha bu sualı verdi, nə bilim, Həzrəti İsa Allaha bu sualı verdi və s. Ənbiyanın arasında olub bu şeylər. O sual ki, peyğəmbərlər Allaha verəcəkdilər, Allahın xəbəri var idi, o peyğəmbər yaranmamışdan qabaq ki, gələndə nə sual verəcək. Sadəcə o zaman onlar diyaloq formasına düşməli idi, danışmalıydılar ki, bizə də gəlib çatsın. Həzrəti Əmir əl-Müminin əleyhissalam bir dənə ömrü yaşayıb ki, bütün bəşəriyyəti hidayət eləmək gücünə malikdir. Yaşadığı ömrü ya, özü ki, daha söz yoxdur. Beqoğlu bitəriqin ovla. Həyat ki var, siri Ələvi ki var, Həzrət Əmirin həyat yolu, yaşadığı həyat tərzi. Bundan sonra dünya milyon illərdə yaşasa, bəşər milyardlarla, 100 milyardlarla da gəlsə, getsə, kifayət eləyər Həzrət Əmirin bütün bəşəri hidayət eləmək üçün tək bir dənə sözü, yəni bütün həyatı yox ha, bir dənə sözü kifayət eləyər. Çox fövqəladə bir şeydir. Yəni, asan və adi bir məsələ deyil ki, məsələn, Nəhcül Bəlağəyə ad veriblər Əxul Qur'an, Qur'anın qardaşı. Necə Allahın sözləri hidayət eləyə bilir insanları? Həzrət Əmir əl-Müminin əleyhissalamın səviyyəsi, fəziləti, nuraniyyəti o qədər yüksəkdir ki, Allahın sözündən sonra onun sözü elə bir dəyər tapıb ki, alimlər nə deyiblər onun barəsində? Kəlamul əmir, əmirul kəlam. Həzrətin sözləri sözlərin şahıdır, sözlərin ağasıdır. Yəni, bu sözdən o yüzden söz yoxdur. Baxın, nə qədər qeyri-müsəlmanlar Həzrətin Nəhcül Bəlağəsini mütaliə ediblər, digər hədisləri mütaliə ediblər. Həzrətin sözlərinin barəsində belə deyirlər. Biz oxuduq, amma bizə tam çatmadı ki, bu nə sözdür? Allahın sözündən aşağıdır, insanın sözündən yuxarıdır. Yəni, insan sözünə oxşamır, üçün insan sözündən çox yuxarıdadır. Məlum, Allahın sözündən də oxşamır, üçün Allahın sözündən aşağıdadır. Yəni, elə bir mövqeyidir ki, Həzrət Əmir əleyhissalamın sözlərinin mövqeyi Allahın aşağısında, insanların yuxarısında dayanıb. Ona görə, baxın, o Məsihi alimi deyir ki, mən Nəhcül Bəlağəni 200 dəfə başdan ayağa mütaliə elədim və hər dəfə bir yenilik kəşf elədim orada. Görəsən, şiələr neçə dəfə Nəhcül Bəlağı oxuyublar. Danışmaq istədiyim mövzu elə budur. Həzrət Əleyhisselamın bir dənə hədisi var. Buyurur ki, yəni halə həyatında bunu demişdi. Amma sabah da dedi.
ya bugün də dedi. Yəni artıq yaralı idi. Bir nəfər gəldi, yaxınlaşdı. O ağır çağındakı Həzrəti Əmir əleyhissalam danışmağa halı yoxdur. Bilirsiniz, Allahın bir dənə qanunu var. Yaratdıqlarına kimə nə verirsə sonra yavaş-yavaş alır. Həzrəti Əmir əl-Mömin əleyhissalamın bu mənəvi fəzilətləri ilə işimiz yox. Mənəvi fəzilət, o ilahi güclərlə işimiz yox, o məqamı ilə, mənziləti ilə işimiz yox. Ən azından bunun bir fiziki durumu var idi da. Ən azından bunun bir fiziki gücü var idi da. Hə? İmam Həsən ağa deyir ki, atam ki yaralandı Kufə məscidində, biz onu oradan götürüb gəlirdik. Baxın, bayaq dedim, Həzrətin həyat yolu, bəşəriyyəti hidayət eləməyə qadirdir. Həyat yolu çox böyükdür Həzrətin. Yəni Allah bundan sonra milyon dənə belə dünya yarada, Həzrətin həyat yolunu hidayət eləyə bilər. Elə Həzrətin o yaralandığı an ki var ha, ziyarət eləyənlər görüb, görməyənlərə də Allah Həzrət Əmirə xatir nəsib eləsin inşallah. O Kufə məscidini görmüşdü, ağanın o yaralandığı mehrabı da. O məsciddən evinə ağanın nə qədərdir ki, Kufədəki evinə? Məsələn 100 metr, 200 metrdə məsələn. Elə bir böyük məsafə deyil ki. Elə məscidin bir tərəfində sadəcə məscid böyükdür. Elə deyil, məscidin o zaborunun qırağı ilə gəlsən, çıxırsan evinə də. Düz? Həzrətin elə oradan evəcən gəlməklik məqamı ki var, bəşəriyyəti hidayət eləməyə kifayət eləyir. Yəni orada elə şeylər baş verib ki, qəllə və dəllə. Bir kəlmə olub, amma dünyanı nura boyaya bilər, dünya ona əməl eləsə. Orada indi biraz çəkdi də, o hadisədən sonra biraz çəkdi, bilirsiniz. Deyirlər ki, məsciddən çıxanda ki, artıq Kufə məscidindən Həzrəti götürürdülər, evə aparsınlar. Gün çıxırdı, yəni hava açılmışdı, ağarmışdı, hava artıq gün qalxırdı. Baxın, elə bu sözündə görün nə qədər hikmət var və nə qədər buna əməl eləyə bilirik. Qoyublar bir dənə həsirin içinə, ya bir palazın içinə, məsələn, xalçanın içinə. İndi o vaxt hər nə içsə də məsciddə adətən əsir olardı, o həsir olardı da qamışdan toxunulan. Qoyublar həsirin içinə aparırlar. İmam Həsən ağa deyir, məscidin qapısından ki çıxdıq, o gün düşdü atamın üzünə. Gördüm ki, bilirsiniz, o zəhər o qədər təsirləmişdi, bərkdən danışa bilmirdi. Bu şeyləri İmam Həsən ağa nəql eləyir. Deyir, üçün atam yavaşdan danışırdı. Dodaqları tərpənən kimi mən tez qulağımı ağzına yaxınlaşdırırdım ki, neysə buraxmayaq. Görüm, nə deyir bu halında. Deyir, Kufə məscidindən çıxan kimi ki, o havanın açılmağını gördü ki, hava açılır. Gördüm ki, dodaqları tərpənir, tez qulağımı yaxınlaşdırdım, görüm nə deyir. Deyir, gördüm, atam deyir ki, Allah, üzr istəyirəm, məni bağışla. Birinci dəfədir ki, bu vaxt qabağında ayaq uzadıram. Həzrət sübhdən sonra gedərdi səcdəyə. O vaxt Həzrətin o ibadət vaxtı idi, hava açılan vaxt. İmam Həsən ağa deyir, gördüm, deyir ki, Allah, bağışla ya, üzr istəyirəm. Həzrət bunu özünə ədəbsizliyi bilirdi ki, dua vaxtında ayaq uzada. Axı, həsirin ortasında da uzadıblar da, bunu yaralıdır, zəhərlənib qanı. Bu kifayət eləməz bəşərin hidayət olması üçün. Məsələn, hamı buna əməl eləyək ki, sübhdən sonra yatmaya. Kifayət eləyər də bəşərin hidayəti üçün. İmam Həsən ağa deyir, gördüm ki, Allahdan üzr istəyir. Deyir, birinci dəfədir, bu vaxt mən ayaq uzadıram. Bu vaxtlar mən səcdədə olardım, duada olardım. Ayaq uzatmazdım ki. Deyir, gəldik, çatdıq evə. Evin qabağına çatanda mənə işarə elədi ki, bərkdən danışa bilmir. Zəhər ki, təsir eləyir. Necə görsən adam elə adi hallarda da xəstələndi, görsən adam danışmağa hal olmur. Ya birdən olur ki, adam əsəbləşir, deyirsən ki, səsim də çıxmır, bura gəlir, ya filan bir şey. Adam səsini çıxarda bilmir də. İmam Həsən ağa deyir, gördüm, mənə işarə eləyir. Ki, yəni yaxınlaş. Deyir, yaxınlaşdım. Dedi ki, oğlum, qaldır məni, bu cür ayıbdır mən. Xalçanın, palazın içində, həsirin içində evə girəm, qızlarım narahat olar. Xanım Zeynəb narahat olar. İmam Həsən ağa deyir, mən işarə elədim, qoydular bunu yerə, girdik atamın qoluna. Yəni bir tərəfdən İmam Həsən ağa, bir tərəfdən İmam Hüseyin ağa və digər qardaşları, İmam Həsən ağanın digər qardaşları. Deyir, girdik qoluna, tutduq, amma gördük, ayağı tutmur. Təsəvvür edirsiniz? Mən bayaq dedim, o ilahi, mənəvi
məqamlarla işim yoxdur ya. Bu Əsədullah Qalibdir. Bu Allahın şiiridir yer üzündə. Bunun bir fiziki durumu olub da bunun. İmam Həsən ağa deyir, girdik qoluna, amma gördük ayağın yerə basa bilmir. O cür ki onu içəri aparırdıq. Deyir, gördüm ki İmam Həsən ağa deyir, ayağını qoya bilmir. Ayaqlar yerlə sürünür. Əli ibn Əbi Talib. Ayağın yerə bas. Dünya budur ya. Baba. Yəni bunlar ibrətdir ya. Bunlar bizim üçün. Hamımız bir gün o cür olacağıq. Əli ibn Əbi Talib ayağın yerə qoya bilmir. Əli ibn Əbi Talibin adı gələndə üzü yox, səsi yox, nərəsi yox, zülfüqarı yox. Adı gələndə ki Əli ibn Əbi Talib gəlir, tarix deyir, bəzi düşmənlər oturub ağlayırdı ki Allah kül oldu başımıza, Əli gəlir. İndi ayağın yerə basa bilmir. İmam Həsən ağa deyir, ayaqlarım belə sürüyürdü. Yəni biz qolundan girib aparırdıq, ayaqları yerinə sürünürdü. Deyir, gətirdik, otağa daxil elədik, qoyduq otağa, yer açmışdıq. Uzatdıq bunu, uzadanda deyir, mənə yenə də işarə elədi ki, oğlum yaxınlaş, yaxınlaşdım. Dedi ki, istəmirəm uzanım ki, məni uzanıqlı görsünlər. Yəni, ailə, uşaq, qızlar narahat olmasınlar. Dedi, o mütəkkəni qoy kürəyimə, oturum. Söykənim, oturum. İmam Həsən ağa deyir ki, götürdüm mütəkkəni, başının altına qoyulacaq mütəkkənidir, çəkdim kürəyinin arxasına ki, belini tutsun, söykənsin. Deyir, gördüm, yenə mənə işarə elədi. Yaxınlaşdım, dedi ki, oğlum, otura bilmirəm, uzat məni. O əzəmətdəki yerin içində otura bilmir. Deyir, uzatdıq. Bir nəfər o anda, təsəvvürün, bunları bir söz niyə saydım? O anda bir nəfər gəlir, girir içəri, deyir ki, ağa, olar bir dənə sual verim. O məqamda ki, danışa bilmir bu adam, zəhər qanına işləyir dəqiqə bə dəqiqə. Əli ibn Əbi Talib əzəmətdə bir şəxsiyyət, ayağın yerə basa bilmir, söykənib otura bilmir, ancaq uzanmalıdır. Haldan düşüb, taqətdən düşüb, bir nəfər gəlib ki, olar sual verim. Ağa deyir, buyur. İndi bunun ədəbinə bax, ha? Bəzən görürsən, bizdə biri 5 dənə ardıcıl sual verəndə, 6-cı sual gələndə ağzımı əyirəm. Bəsdirin də. Can verir, amma onu özünə vəzifə bilir ki, məndən sual soruşmalıdırlar. Bir gün biri gəldi, Həzrəti Zəhra salamul aleyhanın yanına, deyirlər, 1 sual verdi, 2 sual verdi, 3 sual verdi, 4 sual verdi. Yəni, biraz çox oldu da suallar. Elə xanım cavab verir, bu da sual verir, xanım cavab verir, yenə sual, növbəti sual. Bir neçə dənə sual verdi. Axırda dedi ki, xanım bağışla ya, üzr istəyirəm, yordum səni. Xanım dedi ki, xahiş edirəm o cür demə. Xanım Zəhra salamullah aleyha. Deyir, xahiş edirəm o cür demə. Sualın varsa yenə də ver. Sən bilsin o sualların cavabının əvəzində Allah mənə nələr verir, daha çox sual verərdin. İndi Həzrəti Əmir o halında demir, ya orada İmam Həsən var, İmam Hüseyin var, Həzrəti Əbəlfəz var, digərləri var. Ki, əşi, narahat eləməyin atamızı. Belə bir şey yoxdur bu, İslam adabında yoxdur. Deyir, ver. Deyir, buracan elədiklərim məlum. Görmüşük də. Yazdıqlarım məlum, dediklərim məlum. Belə də mən öz dilimizdə deyirəm. O xütbələrim məlum, hədislərim məlum, məktublarım məlum, kəlamat-ı qisarım məlum. Hər nə demirsən məlum. İndi daha gedirsən də. Bütün onlardan sonra bir dənə son söz olaraq nə deyirsən bizə? Həzrət buyurdu, usikum bi təqvallah və nəzmi əmrikum. 63 illik ömrü gəlib bir dənə cümlədə yığır. Zarafat da elə, özdə Həzrəti Əli ibn Əbi Talibin ömrün bir cümləyə yığmaq elə Həzrəti Əli ibn Əbi Talibin işidir. Adi bəşərin işi deyir ki, məsələn, deyələr Əlinin ömrün xülasələşdirir bir dənə. Qısasını deyilən ki, nə idi? Onu ancaq elə Həzrəti Əli deyə bilər də. Ya başqa bir məsum imam deyə bilər. Adi adamın işi deyir ki, Həzrəti Əmirin həyatın gələ bir cümlədə xülasələşdirə. Çünki o cümlələrin ki, gözəlliklərinin o mahiyyətinə biz vara bilmirik. Hansın qabağa salaq ki, doğrudan Həzrət elə bunu demək istəyirdi bütün ömründə. İndi məqam gəlib özü demək istəyir, özü deyir, xülasələşdirir. O son məqamdır. Elə bir ki, fərz elə bir söz hansı haldadır. Bunu deyib canın tapşıracaq. Bunu deyib dünyadan gedəcək. Özü də bilir bunu.
Və bilir ki, sual da nədir? Deyirlər ki, nə tövsiyə edirsən bizə, nədir məsləhətün? Deyir ki, təqvalı olun və intizamlı. Günah eləməyin, vacibatı yerinə yetirin və intizamlı olun. İntizamlı bir üstə nədir? İntizamlı nətər deyək, Hacı Eldar? Disipliniya. Ən yaxşı disipliniya, bəli. Baxın, 63 illik ömrü Həzrəti Əmirin deyir disipliniya. Böyük ariflərdən biri var idi. Deyirdi, şiyələr hamısı cənnətə əhlidirlər, amma bəziləri cəhənnəmə də gedəcək tənbəlliklərindən və disipliniyanın olmamasından. Birdən şiyənin disipliniyası olsa mütləq cənnətə gedəcək. Həzrəti Əmir əleyhissalam deyir ki, bir dənə budur ki, günah eləməyin, bir də intizamlı olun. Necə intizamlı olaq? İndi baxırıq Həzrətin başqa hədislərinə ki, neydə intizamlı olaq? Yəni, Həzrət bizdən disiplina istəyir, neydə? Həzrətin bir dənə hədisi var. Deyir, mənim güzgüm olun. Güzgü bilirsiniz da. Həzrət deyir, mənim güzgüm olun. Süzə baxanda mən əks olunum orada. Yəni, sənə baxanda səni görməsinlər, Əli ibn Əbi Talibi görsünlər. İmam Sadiq əleyhissalam deyir, elə yol yeri ginən ki, üzvü görməyib arxadan baxsalar, desinlər İmam Sadiqdir gedən. Şiə gərək bu cür ola da. İmam Sadiq ağa deyir ki, əgər üzvü görməsələr, ki bir nəfər gedir, deyərlər ki, bizdə bir söz var, yerişindən elə bil İmam Sadiqdir. Nə qədər ki, üzün görmürlər, deyərlər ki, yerişindən İmam Sadiqdir bu. Həzrət deyir ki, mənim güzgüm olun. Süzə baxanda məni görsünlər. İndi hər bir adam bu sualı özünə versin ki, mənə baxanda nə qədər Əli görükür. Və görəsən, mənə baxanda Əli ibn Əbi Talib görükür, ya Muaviyyət ibn Əbi Süfyan görükür. Söhbət də burada bir nəfərdən gedmir. Yəni, bir nəfər baxanda bunu görsə kifayət eləyər, söhbəti yoxdur. Səni görən hər kəs bunu görməlidir. Bilirsiniz, niyə deyirəm bunu? Bəzi adamlar var, bəzi yerlərdə yaxşı olurlar, mömin olurlar. Bəzi yerlərdə olurlar bir qara ilan. Məsələn, küçədə çox mehribandır. Evdə dönür bir ilana. Məsələn, dostlarının yanında çox səxavətlidir. Uşaq bir şey istəyəndə daş düşür başına. O restoranda verdiyin şotu elə uşağı da xərcdə də. Həzrət deyir, elə bir güzgü olmalısınız ki, hər yerdə məni göstərəsiniz. İstəyirsən evdə ol, istəyirsən küçədə ol, istəyirsən qonşuda ol, istəyirsən məsciddə ol, istəyirsən bazarda ol, fərq eləmir. Həzrət Əli deyir, şərti budur şiəliyin ki, süzə baxanda məni görsünlər. Yəni, işin üstündə nə qədər bizi görürlər? İşlədiyimiz yerdə nə qədər biz Həzrət Əlini göstərə bilirik? Həzrət Əli əleyhissalam deyir, istəyirsiniz, biləsiniz bir nəfər necə adamdır? İşçilərindən soruşun, biləcəksiniz. Ona tabi olan adamlardan soruşun, biləcəksiniz. Ondan asılı olan adamlardan soruşun, biləcəksiniz. Ona ehtiyacı olanlardan soruşun, biləcəksiniz o necə adamdır. Görəsən, işdə mən gələndə o işçilər ayaq səsimi eşidəndə sevinirlər, ya deyirlər, Allah yenə gəldi. Ya maziyimizi xərab edəcək, yenə gələcək, deyinəcək, danışacaq. Görəsən, nə qədər göstərmişik gözümüzü və əgər kimisə incitmişiksə, incitdiklərimiz nə qədər bizə rahat sözün deyə bilib ki, sən səhv edirsən, düz eləmirsən. Əgər Əli ibn Əbi Talibin güzgüsü olsa, gərək bu cür olsun da, Həzrəti Əli əleyhissalam deyir, mən fəxr eləyirəm. Allah mənə bu gözəlliyi bəxş eləyib ki, hər kəs mənə sözün rahat deyə bilir. Heç kim Həzrəti Əlidən qorxmayıb. Bilsən niyə? Çünki heç vaxt zülm eləməyib axı. Desinlər ki, deyərəm birdən mənə işdən qovar.
Deyərəm birdən mənim haqqımı kəsər, şəhriyəmi kəsər, nə bilim, maaşımı kəsər, köməklik eləyirdi, köməyi saxlayar. İndi bizdə o cürdür, görsən bir nəfər var, xeyriyyətçiliklə məşğuldur. Yəni, real zamandan danışıram, amma misal üçün də demirəm. Mən böyüklərimdən üzr istəyirəm, adətən də mən çalışaram, eşitdiklərimi deməyim, gördüklərimi deyim. Xüsusilə minbərdə ki, məsuliyyəti var. Məsələn, bir nəfərdə imkanı var, 5 dənə, 10 dənə imkansıza kömək eləyir. Hündü gəlir, o füqəradan biri hansısa məsələdə buna protiv çıxır. Onun yardımı kəsildi. Kişisən, hə. Deməli, sən riyakarsan. Sən Allah üçün eləmirdin bunu. Allah üçün eləsəydin, Əli ibn Əbi Talibin güzgüsü olardın. Necə olub Əli ibn Əbi Talib? Deyir, Həzrət götürərdi yardımları Mədinədə, düşərdi qapı-qapı. Heç kimin evində, qapısında soruşmazdı, nə də fərq qoymazdı. Bunlar məni qəbul eləyəndilər, yoxsa yox. Ehtiyac olan bütün ailələrə çörək verirdi, düşməni olsaydı da. Necə ki, dünənki gün, yaralandığı gün İbn Mülcəmi də yedizdirmişdi. Öz qatilin. Həzrət Əli bilmirdi, bu bunun qatilidir, gəlir bunu öldürməyə. Onu da yedizdirmişdi. Görün, nə qədər Həzrət Əlinin güzgüsü ola bilmişəm ki, baxanda mənə Əli ibn Əbi Talibi görsünlər. Bir nəfər, bir dənə yetimin biri, özü də haqqına ya, bir dənə etiraz edir. Ya bunu niyə belə elədin, ay müdür, ay filan kəs, ay hacı, ay Kərbəlayı. Onun yardımı kəsildi. Görürsən, Həzrəti Əmir əleyhissalam belə olub. Kimsə ona nəsə deyəndə, onun yardımını kəsib, ona olan köməyi kəsib, ona gedən suyun yolunu saxlayıb. Biz mömin deyib çiyin-çiyinə söykənib Allahümmə kulli veliyyikəl hüccət ibnil Həsən dediyimiz adamın köməyə ehtiyacı olduğu halda köməyin kesirik. Həzrət Süffeyndə Muaviyyəyə su verirdi. Muaviyyəyə bilirsiniz, o çay bir dəfə Həzrət Əlinin əlində oldu, bir dəfə Muaviyyənin əlində oldu, bir dəfə tezədən Həzrət Əlinin əlində oldu. O Muaviyyə aldı, Həzrət Əmir əleyhissalam Malikəşlərə göstəriş verdi ki, get suyu azad elə, Malik bir neçə nəfərlə gəldi, o suyu azad elədi, aldı. Tarixə baxın, deyir Muaviyyə çox narahat oldu. İkinci dəfə ki, tezdən su keçdi Həzrət Əlinin əlinə, Muaviyyə narahat oldu. Dedi ki, vay vay vay, evimiz yıxıldı. Artıq bir dəfə bunların əlinə keçib su verməyiblər axı. İndi ikinci dəfə yenə Həzrət alıb. Əmras deyir ki, narahat olma. Deyir, niyə? Deyir, o Əli ibn Əbi Talibdir, sən deyirsən ki. Əmras deyir, ha, Muaviyyənin mavinidir bu. Bu Muaviyyənin zamıdır, bu Muaviyyənin tülküsüdür. Bu Muaviyyənin müşaviridir, məsləhətçisidir, yol göstərənidir. Yəni, Muaviyyə bunun ağasıdır. Deyir ki, o sən deyilsən. Deyir ki, Əli kişiliyinə sığışdırmaz kiməsə su verməsin. Narahat olma, sənin suyun yerindədir. Deyir, yox, ola bilməz. Deyir, adam göndər, yoxla. Gəlirlər, görürlər ki, suya manəçilik eləyən yoxdur. Deyirlər ki, buyurun götürün, suyunuzu gedin. Muaviyyənin suyun kəsmir. Əli, Əlinin şiəsi duay fərəc oxuduğu möminin ayağını tapdalayır. Nə qədər şiəlikdir bu görəsən? Və bu imamların həyatları, bu şeylər elə buna görə gidir ki, ya, məsələn, elə danışaq, ləzzət eləsin, sonra da çıxaq gedək, heç birini əməlləməyək. Təbii ki, buna görə deyil də. Həzrət Əmir əleyhissalam bizə deyir ki, mənim güzgüm olun, yəni mən kimi yaşayın. Sizə baxanda məni görsünlər. Həqiqətən, insan bir cür davransın hər yerdə, ailədə, evdə, küçədə, bazarda, qonşuda bir cür davransın ki, Həzrət Əlini göstərə bilsin. Görürsən, nə qədər göstərmişik. Nə qədər bacarmışıq, desinlər ki, bu vilayət davamçısıdır. Səsküyünə görə yox, adab-ı, ərkan-ı, əxlaqına görə, davranışına görə, insanlarla danışığına görə, insanlara yaradığına görə, nə qədər insanlara yaraya bilmişik. Yəni, doğrudan nə qədər insanlar bizdən razıdırlar. Həzrət Əli şiəsi olduğumuza görə ya,
Həzrət Əlinin şiəsi olduğumuza görə, vilayətə görə nə qədər canımızdan, malımızdan, abrımızdan xərcləyə bilmişik. Həzrət Əli əleyhissalam deyir, şiələrimizin əlamətlərindən biri odur ki, əl-mübazilunə fi vilayətina. Bizim vilayətimizə görə xərcləyərlər. Söhbət puldan getmir. Abrından xərcləyər, canından xərcləyər, lazım olanda canından xərcləyər, lazım da olanda malından xərcləyər. O İmam Sadiq əleyhissalam buyurur ki, əgər dünyada gördünüz canınıza bir təhlükə var, onu pulla həll eləyə bilirsiniz, pulu verin, canınızdan təhlükəni uzaqlaşdırın. İmam Sadiq ağa deyir. Pulu verin, canınızdan təhlükəni uzaqlaşdırın. Bir gün gördünüz dünyada dininizə təhlükə var və bu pulla həll olur. Yenə də pulu verin, o təhlükəni dininizdən uzaqlaşdırın. Deyir, yox gördünüz, o təhlükə pulla uzaqlaşmır, canınızdan xərcləməlisiniz. Onda borcunuzdur ki, canınızdan xərcləyib dini qoruyasınız. İmam deyir ki, şiələrimiz olardılar ki, bizim vilayətimiz üçün xərc çəkərlər, biraz xərcə düşərlər. İndi ya mallarından, ya canlarından, ya abırlarından fərqi yoxdur. Nə qədər xərcləmişik görəsən? Yəni, nə qədər istəmişik ki, vilayət üçün nəsə eləyək, imkanımız olmasa da. Bugün baş verən hadisələrdən birinin, deyim, tarixdən sizə, bilirsiniz də, bəzən rozaxanlar da oxuyurlara məruf ki, həkim dedi ki, Həzrət Əmirin o zəhərinə görə süd lazımdır. Ki, dərmanı süddür. Elan elədilər ki, Həzrət Əmirə süd lazımdır. Deyir, yetimlər hərəsi əlində bir qap süd gəlmişdilər, Həzrətin qapısında dayanmışdılar, amma çox idi. Bunların hamısının da südünü almaq olmaz axı. Bir nəfər o yetimlərin içində var idi, bir dənə balaca yetim uşaq, əlində süd dayanmışdı. O birilər kimi də, məsələn, 30 nəfər, 40 nəfər dayanıb əlində süd. Ki, görək, hansımızın südün ağa üçün aparıcıylar. Deyirlər, İmam Həsən ağa çıxdı içərdən, həmən o yetim uşağın birinə işarə elə ki, gəl bura. Onun südünü aldı, apardı. Sonra məlum oldu ki, bu nə süddür? O yetim gördü ki, yetimlər hamısı süd tədarükü görür Həzrət Əli üçün. Hərə bir qap südü götürüb qaçır, hərə bir qap südü götürüb qaçır və Həzrət Əli böyüdü, baxın, bunu da Həzrət Əlidir. O südü aparan yetimin atası olan kimi, bunun da atasıdır da Həzrət Əli. Süd almağa da heç nəyi yoxdur. Süd almağa heç nəyi yoxdur. Gəldi bir dənə süd satanın yanına, dedi ki, mənə olar nisyə bir qap süd verəsən, dedi, yox olmaz. Dedi, axı, heç nəyim yoxdur da almağa. İstəyirəm mən də ağı üçün süd aparım. Da küfənin üçün damı bilir də məsələ nədir? Dedi, yox olmaz. Dedi, çarıqlarımı zalog qoysam verərsən? Dedi ki, hə, çarıqlarımı zalog qoysam verərəm. Pulu götürməsən, çarıqları sataram. Deyir, o yetim çarıqların çıxartdı, verdi süd satana. Bir qap südü aldı, qaçdı. İmam Həsən ağa onu çağırmışdı. Deyirlər, İmam Həsən ağaya Həzrət Əli dedi. Dedi, o da bir nəfər var, ayaqqabıların zalog qoyub mənə süd gətirmək üçün. Ged onun südünü al, gətir. Neyimizdən keçmişik vilayət üçün? İmkanımız olduğu halda, ya, ayağımızın ayaqqabısını çıxardan halda yox. İmkanımız olduğu halda. Məhərrəmlik gəlir, görsən, bəziləri çəkilir dala. Niyə? Əşi, eləyəcək də qardaşlar. Elə, sən eləyən qardaş sən ol da, dala niyə çəkilirsən? Kömək lazım olur, soruşur. Nə qədər yığılıb? Neyvə lazım, nə qədər yığılıb? Artıq qalacaq, başqa yetimə verəcəklər. Yox, o tezdən gəlib buna atsot verməlisən ki, nə qədər yığılıb? Verməyə o qədər yer, sən ver də. Gərək elə biləsən, o toçunu dəqiqliyi ilə ki, ona uyğun çıxardıb pul verirsən, pul verməksə ver. Qalacaq, başqa yeri verəcəklər. Hər halda pul verənlər bilir də pulu kimə verir. Əminə verir də, xainə vermir ki. Oğruyub aparmayacaq ki. Arası çatdıracaq da bunu.
Nə qədər görəsən bacarmışıq? Olduğumuz halda ya zalog qoymağa ehtiyac yoxdur. Borc almağa ehtiyac yoxdur. Nisiyə götürməyə ehtiyac yoxdur. Həzrəti Əmir əleyhissalam bu cür mü davranırdı? Nə qədər tanıdığımız az insanlar var ki, gücümüz çatar onlara kömək eləməyə eləmirik. Gözləyirik kimsə eləsin. Gözləyirik kimsə eləsin. Halbuki Həzrət Əmir bu cür deyildi. Həzrət Əmirin güzgüsü olmaq üçün gərək adam başqa cür olar. Deyir, bir gün Həzrət Kufədə gedirdi küçəyinə, xilafət dönəmində. Gördü bir evdən ağlama səsi gəlir. Uşaqlar ağlayır. Ayaq saxladı. Həzrətin, belə deyək də, o ən zəif nöqtələrindən də ki, uşaq ağlamağı gəlir. Ayaq saxladı, gördü, kəsmir. Məsələn, bir 5 dəqiqə, 3 dəqiqə ki, uşaqlar dayanmır. Qapını döydü. Bir xanım cavab verdi, kimsən? Dedi, bir Allahın bəndəsi. Uşaqlar niyə ağlayır? Dedilər, xanım dedi ki, acından. Neçə gündür yeməkləri yoxdur. Təbii ki, xanım qapının dalındadır, bu da bu tərəfdə. Dedi, niyə? Niyə çörəkləri yoxdur? Dedi, yoldaşım şəhid olub, Əlinin qoşununda. Balalarım acdılar. Həzrət dedi, icazə verirsən mən bu uşaqlara yemək tədarükü görüm? Dedi, ondan başqa bir istəyimiz yox ki, uşaq acından ağlayır da. Həzrət getdi, tədarük gördü, gəldi. Dedi ki, bunlar niyə belə ağlayırdılar? Bu aclıq səbəbin bildiğindən neçə müddətdə acdılar? Dedi, neçə gündə acdılar və mən bunları alladıram. Ana deyir. Daşı atmışam qazana, qaynayır orada. Uşaqlara deyirəm ki, pişəndə verəcəm. Daş pişməz ki. Yatırlar, dururlar, daş pişmədi. Yatırlar, dururlar, daş pişmədi. Həzrət deyir, gətirdi yemək, tədarükünü gördü. Özü buğdanı üyütdü, un elədi, xamır yoğurdu, çörək pişirdi, yemək hazırladı. Bunları yedirtdi. Bilmirlər ki, kimdir? Xanım Həzrət Əlini görməyib. İndiki kimi deyil ki, sosial şəbəkələr filanlar ilə hər yerdə görürlər ki, bu kimdir, şəkilləri filanları. Deyir, bunların qarnını doyuzdurub, indi bunlar doyublar, kefləri açılıb, gülürlər, oynayırlar. Həzrət deyir, dördəmə dayanıb evin içində. Dördəmə bir üstə, əllər də yerdə, dizlər də. O yetimləri mindirib belinə, bunları gəzdirir, arada deyir, tutur belə ayaqlarından, deyir, sizə and verirəm, Allaha əlini bağışlayın, sizdən xəbər olmayıb. Yəni, yetimə olan nəvaziş, yetimə olan münasibət, yetimə olan diqqət, yetimə olan sevgi, belində gəzdirir onları. İndi hara gəlib çıxmışıq? Yetimdir, vurun gözünü çıxardım. İndi tam əksi. Kimin kimsəsidir, heç kimin, rədd olsun, geçsin. Məzlumun Allahı var, məzlumun arxasında dayanan Allah var. İndi əksinə, zülmümüzü artırmaq üçün sevinirik birinin adam olmayanda. Dönür canavara, niyə? Məzlumdur, yetimdir. Deyirsən, yiyəcək bu dəqiqə bunu. Bir dənə belə arxalı dayaqlı adam olsun, dönür məsələn bir dənə tülkiyə. Hələ adını da sonra qoyur, səbr elədim. Hələ səbr olmur. Səbri bir sən ardı eləyirlər. Qorxduğun qabağında susanda səbir deyil, acizlidir. Səbir orada olur ki, gücün çatardı, eləmədin. Vura bilərdin, vurmadın. Döyə bilərdin, döymədin. İncidə bilərdin, incitmədin. Səbir orada olur. Yox, qorxudan kimdənsə səsimi kesmişəm, özümü də elə aparıram ki, astagfirullah, yox, səbir elədim. Öz üstüvə, səbir deyil o. O acizlidir. Həzrət Əmir görəsən bu cür idi. Deyir ki, Əli şiəsiyik. Həzrət Əli üçün matəm saxlayırıq, narahat oluruq, ağlayırıq, rozə deyirik, sevinirik ki, biz Əli şiəsiyik. Nə qədər görəsən? Nə qədər görəsən? Hələ çox deyir, qorxulu hədislər çox deyir, adam elə deməyi də qorxur. İmam Sadiq əleyhissalam buyurur, əgər bir nəfər teyyül ərz eləyə bilmirsə, şiə deyil ki. Adam, mən asfaltın üstündə yolumu yeriyə bilmirəm. Teyyül ərz nədir? Allah övütüksün, ağa. Şimdi bu şey, sən demə reallığı var imiş.
Mərhum Ayətullah Behçət deyir ki, biz Nəcəfdə tələbə olanda teyyülərz eləməyən tələbəyə pis baxırdılar. Ya bu nə gündür ya, teyyülərz eləyə bilmir. Yəni o ki da 1200 il bundan qabağın tarixi deyil, 80 il, 100 il bundan qabağın tarixi də Ayətullah Behçət Həsən tələbə olur. Deyir Nəcəfdə teyyülərz eləməyən tələbəyə pis baxırdılar. İmam Sadiq əleyhissalam buyurur ki, şiənin əlamətlərindən biri budur ki, teyyülərz eləyər. Ada bunlarla işim yoxdur. İndi düzdür ya, İmam Sadiq əleyhissalam üçün bunlar keçərli deyil. Eyb yoxdur, onlar ağalıq elədilər, mən yalandan saydım, onlar da yola verdilər ki, ağa pis zamana gəldik, biz vəziyyət dəyişdi, çətinləşdi, filan. Ən azından adam günah eləməsin. Həzrət ömrünün sonun bir cümlədə tamamlayır, deyir ki, günah eləməyin və intizamlı olun. Günahdan uzaq olun. Qoy sizə baxanda məni görsünlər, desinlər ki, bəhbə maşallah, elə doğrudan əli şiyəsidir ya, ki bunun üzündən əlilik yağır. O bəzən olur edirlər, filan kəsin qəlbində əli rəhmi var, çox gözəl bir şeydir də bu. Yəni onu da nadir kişilər qazanır da, deyirlər ki, maşallah əli rəhmi var bunda. O mərhəmətli insanlar olur birdən tək-tək. Deyirlər ki, əli rəhmi var bunda. Bəzən də deyirlər, əli zəhmi var bunda. Nə bilim, Həzrət Abbas zəhmi var bunda. Adam bunlara oxşuyur da, bunların istəyi budur da bizdən. Bu deyir ki, elə mən deyirəm, əli şiəsiyəm, küçədə nə günah var eləyirəm, axşam da gəlmişəm cəmaat namazına. Nə söyüş var, söymüşəm, axşam da deyirəm, Allahümmə kulli vəliyyikəl hüccət ibn-i Həsən. Belə hüccət ibn-i Həsən olmaz ki. Haram bir işdir, günah bir işdir. Allah narahatdır bu məsələdən. Yəni, Nurciyəndə mən Allaha görə bir dənə ağzıma yiyəlik eləyə bilmirəm. Allah deyir ki, söymə də. Neyini deyirsən? Allahla dava elə bilirsən ki, bir dəfə adam desin ki, baş üstədə Allah da, sən deyirsən baş üstədə. Bir nəfər gəldi Həzrət Əli Əleyhissalama dedi ki, ağa Muaviyyə çıxdı qabağıma, onu söydüm. Deyir, ağanın o üzündəki narazıçılıq hiss olundu ki, belə də ağa çox narahat oldu. Başını yerlədi və təəssüfün bildirdi ki, hayf. Şiyə dedi ki, ağa, Muaviyyəni söymüşəm də, düşmənindir də, narahat niyə olursan? Deyir, Muaviyyə mənim düşmənimdir, Muaviyyə pis adamdır, Muaviyyə Allahın da düşmənidir, bildik, axı mənim şiyəm söyüş söyməz. Söhbət Muaviyyədən yenmir, söhbət səndən gedir ki, ağzını bundarlamısan. Deyir, mənim şiyəm söyüş söyməz axı. Həzrətin bizdən istəyi budur, onun güzgüsü olaq. O necə yaşayıbsa, ən azından bugündən qabağımıza məqsəd qoyaq, Həzrətin o çətin anıdır. Elə bir ki, Həzrət gedir aramızdan, bir dənə vədə istəyir bizdən, əhd istəyir bizdən, peyman istəyir bizdən, deyək ki, ağa, mən söz verirəm ki, bundan sonra eləməyəcəm. Gecə adama ağaya söz verir. Deyək ki, ağacan, mən söz verirəm ki, bundan sonra eləməyəcəm. Və bunu bilin, kim dünyanın hər harasındadırsa, hər hansı haldadırsa, Həzrət Əli ilə danışırsa, Həzrət Əli onu eşidir, görür və canlı şahiddir. Bunu Quran deyir. Və buradasan, indi Həzrət Əli sənə baxır. Evə geçəcəksən evdə, bazara geçəcəksən, bunu bilin, yəqinən. Yəni, ələm yələm bə ənəlləhə yara başqa. Allah görürlə işimiz yoxdur. Peyğəmbər də görür, Allahın ayəsi deyir, Həzrət Əli də görür. Bax, hər hardasansa bunu bil, Həzrət Əli sənə baxır. Və bu, haçan Həzrət Əlinin adını çəkdin, və bilginən, birbaşa səni dinləyir. Bir üstə Allah onlara nə xüsusiyyət verib? Allahın özündə olan bir dənə xüsusiyyət var ki, Allah məsumlara onu verib. İmam Səccad ağa dualarının birində deyir ki, la yəşxuluhu səm'un ən səm'in. Allah sən elə bir Allahsan, sənin bir bəndəyə qulaq asmağın, səni o bir bəndəyə qulaq asmaqdan saxlamaz. 1 milyard, 10 milyard, 100 milyardın hamısı Allah desə də, Allah tək hamısını görür və sanki tək səni ilə danışır. Sanki tək səni ilə danışır. İkinci bir adam yoxdur xəttə. Bu şeyi Allah məsumlara da verib. Kərbalada 1 milyon adam, 10 milyon adam, 50 milyon adam deyir, ya Əba Əbdillah. İmam Hüseyin ağa tək hamısını eşidir. Hamısını görür, hamısını müşahidə eləyir. Həzrət Əli də bu cürdür, İmam Həsən ağa da bu cürdür. Haçan Həzrət Əlinə danışdım, bilginən ki, Həzrət Əli Aleyhisselam sənin qabağındadır, sadəcə sən onu görmürsən. Həzrət Əli Aleyhisselam sənin qabağında dayanıb, Həzrət Əlinə danışırsan. Bu gecə ağaya söz verir ki, ağa, söz verirəm, amma bir dənə də xahişim var da, sən də mənim əlimdən tut ki, bundan sonra mən səni təmsil edeyim, Muaviyyəni təmsil eləməyim. Bundan sonra mən sənin yolunda olum. Mən bir dənə addım atanda desinlər ki, bərəkallah Əli şiəsinə. Allah atasına rəhmət eləsin bu Əli şiəsinin ki, Əlini təmsil eləyir. Deməsinlər ki, mənim şiyəmə bax, hoqqa çıxardır. Bu cür deməsinlər. Allah Həzrət Əmirə xatir günahlarımızı əff eləsin. Aqibətimizi xətmə bi xeyr eləsin.
bizi Əhl-i Beyt əleyhimussalam ki, çox pakdılar, onların sayəsində paklaşmağa müvəffəq eləsin. Bizi onların yolundan, həqiqi davamçı olmağından məhrum eləməsin. Allah'ın verək Həzrəti Əmirin ehtiramına eyiblərimizə rəhmət pərdəsini çəksin. Allah'ın verək Həzrəti Əmirin ehtiramına Peyğəmbər buyurur, hər can verənin başının üstünə əli gələr. O anımızda bizi Həzrəti Əmir ağadan ayrı salmasın. Həzrəti Əmir ağaya xatir günahlarımızı bağışlasın. İmam Zaman ağanın zuhurunu təcil eləsin. Sayəsində rəhbər müəzzəm və sair məraciyi hifz eləsin. İmam Zaman ağanın gəlişi ilə dünya zalimların məhv-u nabudu xar-u xəcil eləsin. Dünyada baş verən bu zülümlər ki var Livanda, Yəməndə, Suriyada və digər yerlərdə ki bu günləri kütləvi olaraq Əli ibn Əbi Talib sevənlərin əleyhinə dünya qalxıb bir dənə aksiya keçirdirdiyim, kampaniya keçirdirdiyim bir proqram hazırlayıblar. Allah öz hilələrini öz üstlərinə qaytarsın inşallah. Allah bütün düşmənlərin qabağında İmam Zaman ağanın əli çiynində olmaq şərti ilə rəhbər müəzzəmi yerin göyün bəlalarından hifz eləsin. Allah hamımızdan razı olsun. Allah dünyadan köçən valideynlərimizə rəhmət eləsin. Allah madam-əl ömür bizi öz qapısından, dostlarının qapısından ayrı salmasın. Bin nəbiyyi və aleyh və bil fatihəti məğəz salavat.